Baxın, son bir həftə ərzində xəbərlər yayılır ki, gələcəkdə 50 min müəllim işini itirmə təhlükəsi var. Bir də hərbi xidmətdən yayılanları ciddi cəza tədbiri gözləyir. İllərdir mən bu barədə paylaşımlar edirəm, öz yaxınlarıma da deyirəm. Gələcəkdə bu qədər müəllimlərə, bu qədər universitetə, məktəblərə, bağçalara ehtiyac olmayacaq. Bu nədən baş verir? Son illərin statistikası. Biz nəzərə alsaq ki, 1990-91-ci il ortalama Azərbaycanda 185-190 min uşaq doğulurdu. Günümüzdə bu 90 minəcən düşüb. Təsəvvür edirsiniz, son 35-36 ildə doğuşda 100 min azalma var. Təbii ki, bu əsgərlər yayılanları ciddi cəza tədbiri gözləyəcək. Yəni bu belə deyək, ciddi əsgər çatışmamazlığı zəmin yaradır. Bu qədər müəllimlərin ehtiyac olmamasına zəmin yaradır. Bütün dünyada bu tendensiya var. Yəni gənclər artıq evlənmək istəmir. Doğuşun sayı bütün dünyada sürətlə azalır.